Həyat bəzən gözləmədiyimiz sınaqlarla qarşımıza çıxır. Qəlbimiz yorulur, düşüncələrimiz dolaşır, insanın iç dünyası sanki bir fırtına içində əzilir. Amma unutmayaq ki, hər çətinlik özü ilə bir dərs gətirir, hər sınaq isə ruhumuzu gücləndirir. İnsanın həyatı daim dəyişir, bəzən sakit və rahat, bəzən isə qarışıq və anlaşılmaz olur. Bu dəyişikliklər əslində bizə həyatın hikmətini göstərir. Çətinliklər olmadan insan qəlbinin gücünü, səbrini və əzmini tam kəşf edə bilməz. Hər bir qarşıya çıxan maneə, hər bir dözülən ağrı ruh üçün bir təlimdir, qəlb üçün bir gücdür. Allah Şərh surəsinin 6-cı ayəsində belə buyurur: Həqiqətən hər çətinlikdən sonra bir asanlıq gələr. Ayə göstərir ki, hər çətinlik özü ilə bir hikmət daşıyır və hər sınaqdan sonra gələn asanlıq insanı həyatın dərin mənasına bir addım yaxınlaşdırır. Çətinliklərin içindəki hikməti görə bilmək insanın qəlbini sakitləşdirir və ona daxili işıq verir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: Səbr edən hər mömin üçün hər çətinlik bir günahı əvəz edər və ruhunu təmizləyər. Çətinliklər yalnız sınaq deyil, onlar ruh üçün bir təmizləmə prosesidir. Həyatın ağır anlarını yalnız yük olaraq görmək əvəzinə, onları bir fürsət kimi qəbul etmək qəlbimizi gücləndirir və bizi daha müdrik edir. Hər çətinlik, hər sınaq insanın daxili dünyasını daha